danışaq qoşa samitli sözlər barədə. Qoşa samitli sözlərin tələffüzü barədə. Qoşa samitli sözlər və qoşa saitli sözlər kimi iki qrupa bölünür. Eyni cinsli qoşa samitli sözlər, eyni cinsli və müxtəlif cinsli qoşa samitli sözlər. Eyni cinsli qoşa saitli sözlərdə iki eyni qoşa samit qoşalaşır. Bunlardan birinci məsələ yadda saxlayın ki, qoşa ç, qoşa p və qoşa t-larda. İkincisi cingiltili qarşılığına keçir. Ç'nin cingiltili qarşılığı nədir? Bəli, eşidirəm, hamı dedi ki, P-nin cingiltili qarşılığı B, T-nin cingiltili qarşılığı T. Yəni burada ikincisi cingiltili qarşılığına keçir. Məsələn, 8 sözündə olur səc, biz. Yəni mütəkkil sözündə o mütəkkil, təşəkkür sözündə o təşəkkür. Sonra tappıltı sözündə olacaq tap, bıltı veya hətta sözündə olacaq hət, da, ittiham sözündə olacaq ittiham və s. İkinci, keçək. Qoşa qeylərdə birincisi kardaşlığa keçir, qıcıngiltilidir, kardaşlığa qıya keçir. Qı kimi tələffüz olunur. Məsələn, saqqız sözündə olacaq saq, qız, belə. Üçüncü, qoşa yığlardan olur bəs. Baxaq. Qoşa yığlardan isə vəziyyət biraz fərqlidir. Burada səs dəyişməsi yox, səs düşümü olur. Əgər iyyət, bir variantlı şəkilçilərdir, yadda saxlayaq. İyyə şəkilçilərinin tərkibindədirsə, y-nin biri düşür. Amma sözün kökünə daxildirsə, y-nin biri düşmür. Məsələn, tutaq ki, ədəbiyyat sözündə bilirsiniz ki, ədəbiyyat ədəbərkan sözündən yaranıb. Ədəb sözün kökü iyyat, şəkilçidir, y-nin biri düşəcək. Olacaq ədəbiyyat. Ədəbiyyat kimi tələffüz olunacaq, səs düşümü baş verir. İyyə, məsələn, baxaq, mətiyyə sözündə tutaq ki, mətiyyə bilirsiniz ki, qəsidənin bir növüdür. Burada hökmdarın tərifini yazılan qəsidələrdə mətiyyə deyilirdi. Mət tərif deməkdir. Türklərdə var, met eləmək, met. İyyə isə şəkilçidir, ona görə də y-nin biri düşəcək. Olacaq mətiyyə. Və yaxud da fəxriyyə sözündə. Elə fəxriyyə də qəsidənin bir növüdür. Fəxriyyə isə şairin öz şairlik hünərindən bəhs elədiyi qəsidənin bir növüdür. Fəxr sözündən fəxriyyə düzəldiyi üçün burada yanı bir düşür, olur fəxriyyə. Belə, qalan sözlər məsələn, tutaq ki, deyək, hədiyyə sözündə. Baxaq, hədiyyə. Burada əlbəttə ki, həd sözün kökü ola bilməz. Həd və hədiyyə sözləri arasında heç bir əlaqə yoxdur. Hədiyyə ilə sözün köküdür, ona görə də hədiyyə yazılır. Hədiyyə kimi də tələffüz olunur. Yəni, qoşa yığlar burada olduğu kimi qalacaq. Çünki sözün kökünə daxildir. Səyyar, təyyar və s. Təyyarə, bu sözlərdə də yəni yazılışı və tələffüzü eyni qalır. Qalan qoşa samitli sözlərdə isə yazılışı və tələffüzü eyni qalır. Məsələn, qoşa b-larda,
qoşa boylarda tutaq ki, Abbas yazılır. Abbas kimi də tələffüz olunur. Bəzən uşaqlar bunun birini poya keçirdirlər, tamamilə səhvdir. Abbas yazılır, Abbas kimi də tələffüz olunur. Yəni qalan qoşa sözlərdə yazılış və tələffüz eyni qalır. Məsələn, qoşa cığlarda, tutaq ki, münəccim sözüdür, münəccim yazılır. Münəccim kimi də tələffüz olunur. Və yaxud da qoşa fırlarda məsələn, şəffaf yazılır. Şəffaf kimi də tələffüz olunur. Bəzən uşaqlar götürüb bu fının birini boya keçirdirlər. Olmaz. Şəffaf yazılır. Şəffaf kimi də tələffüz olunur. Qoşa v'larda və yaxud da qüvvə yazılır. Qüvvə kimi də tələffüz olunur. Və ya qoşa m'larda məsələn amma yazılır. Amma kimi də tələffüz olunur. Və ya qoşa sığlarda məsələn rəssam yazılır. Rəssam kimi də tələffüz olunur. Qoşa v'larda məsələn güllə yazılır. Güllə kimi də tələffüz olunur. Belə. Və ya qoşa fon dedik. Və ya da qoşa şılarda məsələn meşşan yazılır. Meşşan kimi də tələffüz olunur. Yazışı və tələffüzü qalanlarda eyni olur. Sadəcə bəzi qoşa mı və qoşa s olan sözlər var ki, onlarda m'nın biri, s'nın biri düşə bilir. Sadəcə bəzi sözlərdə olur bu. Məsələn, qrammatika sözündə qrammatika yazılır, qrammatika kimi tələffüz olunur. Yəni, m'nın biri düşür. Və ya kommunizm sözündə m'nın biri düşür, olur kommunizm, o da aya keçir. Və yaxud da grammofon sözündə grammofon yazılır, grammofon deyilir. M'nın biri düşür. Evet, kommutator sözündə olur kommutator. M'nın biri düşür. Və ya ammonim sözündə olur ammonium. İu olduğu üçün də bu da y gəlir. Olur ammonium. Belə, qoşa s olan sözlərdə isə məsələn, rejissor sözündə rejissor sözündə s-nın biri düşür. Olur rejissor və ya diskussiya sözündə s-nın biri düşür, olur diskussiya. Dissertasiya sözündə s-nın biri düşür, olur dissertasiya. Belə. Bunları çalışan yadda saxlayaq, və ya da qeyd götürək. Sonra bir də akkumulyator sözü nəzərdə saxlayaq. Akkumulyator sözündə və akordeon sözündə. Akkumulyatorda k-nın biri düşür, akordeonda da k-nın biri düşür. Akkumulyator yazılır, akkumulyator kimi tələffüz olunur. Bunlar hamısı bizdə düşür deyə bunları qeyd edirəm. Akordeon yazılır, akordeon. K-nın biri düşür və o aya keçir. Akordeon
seçkində tələffüz olunur. Belə. Sonra keçək. Müxtəlif cinsli qoşa samitli sözlər barədə danışaq. Müxtəlif cinsli qoşa samitli sözlər. Müxtəlif cinsli qoşa samitli sözlərdə isə ən birinci fikir verməliyik. Əgər sözün ortasında iki kar samit yanaşı gəlibsə, iki kar samit yanaşı gəlibsə, bu samitlərdən ikincisi cinciltili qarşılığa keçir. Çünki sözün ortasında iki kar samiti yanaşı tələffüz eləmək dilə ağırlığı, çətinlik yaradır. Ona görə də o kar samitlərdən ikincisi cinciltili qarşılığa keçir. Məsələn, usta sözündə s da kardır, t da kardır. İki kar samit yanaşı gəlir. Deməli, bunun ikincisi, yəni t, cinciltili qarşılığı d-ya keçəcək. Usta olacaq usta. Və kəskin sözündə, məsələn, kəskin sözündə s da kardır, k da kardır. İkincisi, yəni k, cinciltili qarşılığı g-ya keçir. Olur kəskin. Və ya həftə sözündə f da kardır, t da kardır. İki kar yanaşı gəlib. İkincisi cinciltili qarşılığı d-ya keçir. Olur həftə. Belə. Yalnız burada da bir istisna var. Bilirsiniz ki, Azərbaycan kitabı bu qanunundadır, istisnalar bu qanunundadır. Kar, keş şirkətlərində heç bir dəyişiklik olmur. Kar-keş burada pas şirkətində də heç bir dəyişiklik olmur. Məsələn, tutaq ki, sənətkar sözündə baxaq. Ya da tərəfkeş sözündə və ya da aşpaz sözündə baxın, burada da iki kar samit yanaşı gəlir hamısında. Amma burada ikincisi karın kırsıdır deyə, karda da heç bir dəyişiklik olmaz deyə sənətkar yazılır, elə sənətkar kimi də tələffüz olunacaq. Tərəfkeş, keş dəyişə bilməz ki. Ona görə də tərəfkeş yazılır, tərəfkeş kimi də tələffüz olunur. Və da aşpaz yazılır, aşpaz kimi də tələffüz olunur. Belə, ümid edirəm ki, qeydlərinizi götürürsünüz. Keçək. Danışaq ikinci. Yadda saxlayaq ki, sözün ortasında q samitindən sonra kar samit gələrsə, q k kimi tələffüz olunur. Məsələn, nöqsan sözündə qdan sonra s gəlib, kar samit gəlib. Deməli, q k-ya keçir. Olacaq nöqsan. Və ya iqta sözündə qdan sonra t, kar samit gəlib. Deməli, q k-ya keçir. Olur iqta. İqta kimi tələffüz olunacaq. Amma miqyas sözünə baxaq. Miqyas sözünə baxaq. Qdan sonra cinciltili samit gəlib. Əgər kar gəlsəydi q-ya keçərdi də, cinciltili gəlibsə olduğu kimi qalır. Miqyas yazılır, miqyas kimi də tələffüz olunur. Sonra üçüncü. Əgər sözün ortasında n samitindən sonra m, b gələrsə, n, m kimi tələffüz olunur. Məsələn, tutaq ki, ambar sözündə
L'dan sonra bu gəlir. Deməli, n kimi tələffüz olacaq. Olacaq ambar. Ambar. Və ya tənbəl olur tənbəl, zəmbil olur zəmbil, zambaq olur zambaq. N-ya keçir. Və dinməz sözündə dinməz. La dinməz sözü var. Dinməz sözündə olacaq dinməz. Dinməz kimi tələffüz olunacaq. Sonra keçək. Elə sözlər də var ki, məsələn, pambıq sözüdür. Pambıq, pambıq, lampa, lampa, emblem, emblem, ambisiya. Bu sözlər özü zaten zaten m ile yazıldığı için yani burada n-ya keçmək kimi bir şey yoxdur. Pambıq, lampa, emblem, ambisiya belə. Bu sözlər özü onsuzdan m ilə yazılır. Sonra yadda saxlayaq ki, v-t hərf birləşməsi olan sözlərdə f-t kimi tələffüz olur. Məsələn, avtomat sözündə olur. Avtomat, avtomat və avtomobil olur, avtomobil. Gördüğünüz gibi bu f-ya keçir. Burada o da həmçinin a-ya keçdi. Sözün yazılışı və tələffüz arasında iki fərq var. Sonra yadda saxlayaq ki, sözün ortasında c samitdən sonra d, v, z samitləri gələrsə c, j kimi tələffüz olunur. Məsələn, güclü sözündə olur nə? Güclü. Güclü. L-dan da c gəlmişdi, l-ya keçdi. Sonra sözün ortasında c samitindən sonra d, v, z samitləri gələrsə c, ş kimi tələffüz olunur. Məsələn, uçdu. C-dan sonra d gəlib, tələffüz olur, uçdu. Qaçdı olur, qaçdı. Məsələn. Sonra keçək. Başqa deyə bilərik ki, burada sizə sonu eyni cinsli qoşa samitlə bitən tək hecalı sözlər. Topluda belə bir sual da var. Deyir ki, sonu eyni cinsli qoşa samitlə bitən sözlər neçə hecalı olur? Əlbəttə ki, tək hecalı, bir hecalı olur. Məsələn, fən sözü sonu eyni cinsli qoşa samitlə bitib. Tək hecalı sözdə bir sayt var, bir heca var. Və yaxud da xət sözü, xət sözü məsələn. Yadda saxlayaq ki, bu sözlərə samitlə başlayan şəkilçi artırırlarsa, bunların biri düşür. Məsələn, fən sözünə lər şəkilçi artırar, samitlə başlayan şəkilçi. Fənlilər yazmaq olmaz, fənlər yazılır. Bunların biri düşür. Həm yazılışda düşür, həm də tələffüzdə. Fənlər kimi də tələffüz olunur. Sonra xət sözünə məsələn, amma saitlə başlayan şəkilçi artırsam, eyni qalacaq. Məsələn, fənli bir söz düşmədi. Fənli yazılır, fənli kimi də tələffüz olunur. Amma xət sözünə, məsələn, deyək ki, xət dən tutaq ki, bir t-nın biri düşdü. Amma desəm xətdə, sait artıranda düşmür. Orada xət də, belə. İstisna, burada da bir istisna vəziyyət var. Yadda saxlayaq ki, hiss sözünə samitlə
başlayan şəkildə də artırsaq, saitlə başlayan şəkildə də artırsaq, qoşa sıraların biri düşmür. Məsələn, hisslər, hissə, hissim, məsələn. Amma bu hiss sözünə sıssiz, susuz şəkildə artırılırsa, deyilir hissiz insan, duyulsuz. Belə yazılış əlbəttə ki, düzgün deyil. Belə yazılacaq. Hiss, siz kimi yazılacaq. Belə. Bəs baxaq görək, sonu müxtəlif cinsli qoşa samitlə bitən təkəcəli sözlərdə nə baş verir? Məsələn, sonu müxtəlif cinsli qoşa samitlə bitən söz, məsələn, hökm sözü, üzür sözü var. Bunlara samitlə başlayan şəkildə artırsaq, bu müxtəlif qoşa samitlərin arasına qapalı sayt, qapalı saytlardan biri əlavə olunur. Məsələn, hökm sözünə dar şəkildə artırsam, hökm dar. Samitlə başlayan şəkildə artırdım da. Bu zaman olur bunun tələffüzü hökm dar kimi tələffüz olunur. Amma saitlə başlayan şəkildə artırsam, məsələn, hökmü yazışı və tələffüzü eyni qalacaq. Hökmü, belə hökmü. Üzr sözünə, məsələn, üzürlü tutaq sözü. Burada samitlə başlayan şəkildə artırdım. Bunların arasına qapalı sayt gələcək. Qapalı saytlarda bilirsiniz. Olacaq üzür, rü. R'dan əvvəldə rü gəldiyi üçün L'ya keçir. O barədə də danışacağam. Burada səs artımı baş verdi. Sözün yazışı və tələffüzü arasında iki fərqli məqam var. Bir səs artımı, bir də L'ya keçdi, səs dəyişməsi oldu. Amma məsələn, saitlə başlayan şəkildə artırsam, məsələn, üzrü eyni qalacaq. Belə. Ümid edirəm ki, aydın oldu. Bu da testlərdə çətinlik çəkməyəcəksiniz. Bir də yeni bir arxeologiya qaydası qəbul olundu bu il, onu da deyim sizə. H-T hərf birləşməsi olan sözlərdə ehtiyat, ehtişam. Bu sözlərdə artıq H-D kimi tələffüz olunur. Ehtiyat olur, ehtiyat. Sonra ehtiyat olur, ehtiyat. Sonra ehtişam olur, ehtişam. Möhtərəm, möhtəşəm sözlərində də bilirsiniz də T-dəyə keçir. Möhtəşəm, möhtərəm olur. Möhtərəm, möhtəşəm sözlərində də D kimi tələffüz olunur. Onsuz da əvvəl var idi.